Salam, hər vaxtınız xeyir əziz dostlar. 5 fevral 2026-cı il 20 yaşlı müharibənin 1343-cü günüdür bu günləri. Bu müharibənin 4368-ci günü dəyərli dostlar. Gördüyünüz kimi ki, Kiyevdə çoxlu qar yağıb. Demək, добрый день. Demək və düşmən tərəf təbii ki, bildiyindən ki, havalar, soyuqlar hələ də geri çəkilmir. Gecədən başlayan raket dron hücumlarını davam elətdirir. O cümlədən Kiyev şəhərinə, bizim istilik elektrik stansiyalarımıza və bu quduzlaşmanın həm də xüsusi bir səbəbi var. Onu da deyim biləsiniz əziz dostlar. Quduzlaşmanın xüsusi səbəblərindən biri də bundan ibarətdir ki, düşmən Pokrovsk istiqamətində təbii ki, heç nəyə nail ola bilmir. Tək Pokrovsk istiqamətində yox. Ümumiyyətcə bütün istiqamətlərdə və bu günlər 2 gündür, 3-cü günə keçir ki, Elon Musk qeyri-qanuni peyk internet siqnallarını ruslar üçün söndürüblər. Və bunu Ukraynanın xahiş ediblər. Ukraynanın xahiş etdikləri üçün demək, təbii ki, Rusiya tərəfin silahlı qüvvələri nəinki çətin durumdadılar. Dostlarımız bildirirlər ki, katastrofik durumdadılar. Katastrofik. Yəni, qəza vəziyyətindədirlər. Bugün axşam efirimizdə biz bundan bağlı ətraflı danışacağıq. Mən sizə deməli məlumatlar verəcəm. Ümumiyyətcə, axşam efirimizə diqqətlə izləyin. Çünki maraqlı proqramımız var axşama. Deməli, 2 müsahibə nəzərdə tutulur. Biri Ukraynadan, biri isə demək Azərbaycandan və çalışacağıq bugünkü axşamki efirimiz uzun müddətli olsun. Yəni Rusların belə quduzlaşmasının doğrudan da səbəbləri həm Ukrayna tərəfin öz mövqelərindən geri çəkilməməsi, həm danışıqlarda, həm də döyüş meydanında və Rusiya tərəfin o cümlədən hücumda istifadə etdiyi hücum dronlarının internet şəbəkəsindən, peyk internet şəbəkəsindən kənarlaşdırılması. Ki, bunun da yadınızdadır ki, mən sizə demişdim ki, Ukraynanın yeni müdafiə naziri Mikhail Fedorov Elon Musk'a məktub yazdı. Xahiş etdi ki, biz öz Starlinklərimizi hamısını yenidən qeydiyyatdan keçiririk, qayda qanuna salırıq və siz başqa əlavə siqnalları bizim IP adreslərdən başqa göndərdiyiniz siqnallar, yəni regional siqnallardan söhbət gedir, düşmən tərəfindən istifadə edilə bilər. Yəni, belə deyək də, ünvanlı verilsin internet. Bax, belə deyim, yəqin daha düzgün olar. Və başqa bir ciddi səbəb, bir neçə ciddi səbəb. Mən axşam bunların çoxunu sizə sadalayacağım. Aydındır, döyüş meydanında içində bilmirlər, internet yoxdur döyüş meydanında ruslar üçün. Bu bədbəxtçilikdir, mən deyərdim sizin üçün, yəni biləsiniz. Və Ukrayna müdafiə qüvvələri deyək. Çünki hələ mən düzü axıra qədər bilmirəm, təhlükəsizlik xidməti, baş kəşfiyyat idarəsi, silahlı qüvvələrimizin hansı qurumları bu əməliyyatı həyata keçiriblər. Deməli, Həştərxan yaxınlığındakı, bilirsiniz, Ukrayna üzərinə areşniklərin atıldığı xüsusi raket poligonu, Kapustin Yar adlanan raket poligonu ötən gecə Ukrayna silahlı qüvvələri tərəfindən ciddi atəşə məruz qalıb. O cümlədən raket atəşinə məruz qalıb. O cümlədən Flamingonun atəşinə məruz qalıb. Yoxsa gördüyünüz Ukrayna Xarici İşlər Naziridir. Deməli, bax, nəsə deyirdim, vacib məsələ. Hə, bununla da bitmir məsələ. Yəni, biraz əvvəl mən bütün günü məşğul olmuşam. İndi birazdan təxminən saat Bakı vaxtı ilə saat 7-dən sonra görüşə biləcəyik. Deməli, bundan əlavə bizim xüsusi qurumlarımız Leningrad şəhərində
Sankt-Peterburg indi adını dəyişdilər bir də, neçə dəfə dəyişirlər. Deməli, Luç radio elektron təmir zavodunu deməli vurublar və Leningrad vilayət FSB-si və onun strukturları siqnalsız qalıblar. Mən bu zavodda olmuşdum, yeri gəlmişəm. Çoxdan təbii ki, 80-ci illərin ikinci yarısı, 87-88. Demək, o zavod da sıradan çıxarılır və Kometa zavodu, yenə də Leningradda. Yəni bununla da bizim tərəf, Ukrayna tərəf bildirir ki, yəni sizin ərazilərinizdə əlimiz çatmayan yer yoxdur və biz nəyin harada olduğunu çox yaxşı bilirik. Bax belə dostlar, dediyim kimi, həm diplomatiyada heç bir uğur qazana bilməyən Rusiya, təbii ki, döyüş meydanında irəliləyiş edə bilmir. O cümlədən də onun əsas hücum vasitələrindən döyüş meydanında olan dronlarının internetdən kənarlaşdırılması təbii ki, Rusları xüsusilə quduzlaşdırmışdır. Ona görə xahiş edirik, axşam verilişlərimizi diqqətlə izləyin. Bu və ya digər məsələlər ətrafında dediyim kimi çalışacağıq ki, uzun müddətli efirimiz olsun. Yəni, görəsiniz. Hər şeyi də özünüz necə deyərlər, faktlarla çalışarıq. Faktlarla birbaşa, yəni sizə məlumatlarımızı çatdıraq. Belə isə uğurlu gün arzulayıram və axşam görüşlərimizə qədər sağ olun, salamat qalın.